deyirlər, mən çox yazıram. Hamınız çox yazırsınız, amma görürsünüz, bir şey olan kimi mənim boynuma atırlar. Və sizə açıq deyim ki, mən bilirdim qabaqcadan, siz dəvətnamə göndərmişdiniz və tapşırıram həmişə köməkçilərimə ki, xahiş eləyirəm, qabaqcadan mənə deyirsiniz, onun sözü yazmışam, gəlməliyim. Amma dün yox, sırağa gündə mən çox hörmətliyim eləyən bir kişi, bax, burada oturub, Hüseyin Bala müəllim mənə zəng vurdu, dedi ki, bax, yadından çıxmasın ha, 10 sözü də yazmışsan və mütləq gəlməlisən. Dedim, təbii dayı, siz deyirsiniz, mütləq gələcəyim, amma böyük hörmətim var Hüseyin Bala müəllimə, amma bağışlı Hüseyin Bala müəllim, mən gəlməzdim. Mən qaçardım. Niyə görə? Bir belə gözəl qadın burada yığıb ki, mən bilsəydim, elə səhərdən burada gəlib oturardım, hə də gözləyərdim, maşallah. Hamısı da gəliblər şəkil çəkməyə. Təbii mən bir belə, bugün mən televizorda çıxış eləmişdim, səhər tezdən soruşdular ki, Çingiz müəllim, nə yaxşıdır, qadın necə olmalı, gözəl ya da ağıllı? Dedim, əslində ağıllı olan da yaxşıdır, amma biz gözəlləri seçirik. İndi biz nə eləyək ki, biz belə axmaq kişiyik. Amma təbii ki, yaxşı olar ki, gözəl də olsun, ağıllı da olsun. Bax, bugün oturan bizim müəllifimiz gözəldir və ağıllıdır. Yeganə mən burada yazdım, hesab eləyirəm ki, çox düz yazdım. Yazdım ki, çox cavan bir qadındır və görürsünüz ki, düz yazmışam, çox cavan bir. Ümumiyyətcə, qadınların hamısı 30 yaşından sonra olmur yaşı. 30-31 belə olur, görürsünüz ki, cavandır. Və mən onu istəyirəm, təbrik eləyim bu kitabla əlaqə. Ümumiyyətcə, onun yaradıcılığı ilə, bilirsiniz, çox adam bunu bilmir, bu repressiya ilə mən istəyirdim sizə deyim. O vaxt biz onu birinci açmışdıq keçmiş Sovet ölkəsində. İndi çox adam bunu bilmir, inanmır da. Amma hesab elədik ki, mən təzə gəlmişdim, partiya işindən də gəlmişdim. Görünür, biraz az qorxurduq və Anar müəllim də təzə seçilmişdi. Bu 88-89-cu illər. Hələ Sovet ölkəsi var idi, hələ Komünist partiyası vardı. Amma biz qərara gəldik ki, çağıraq Seyfullah Şamilovun bizim sədrimiz olan kişi idi. O da repressiyadaydı. Onun oğlu Nazim Şamilov heykəltərəş idi. Biz onu çağırdıq ki, bax, burada olan abidəni sən eləginən. Və doğrudan da o 2 aya bu abidəni elədi və biz onun açılışını elədik. İnanın mənə ki, nə qədər sonra Moskvada, Sankt-Peterburg, Kiyevdə, Vilnusda, Tiflisdə yazırdılar ki, necə icazə veriblər bunlara ki, 37-ci ilin qurbanlara abidə qoyublar. Və çox gözəl də bunu elədi. Orada atası da, orada atasının da adı var. O elədi belə ki, bunlar hamısı gedirlər. Mikayıl Muşfiq də, Hüseyin Cavid də, hamısı Əhməd Cavad da, Ruhullah Axundov da, bunlar hamısı gedirlər və bax bu abidəni burada biz qoyduq və açdıq. Və mən onu nəyə görə xatırlayıram? Xüsusilə bura gəlmişdi onun açılışına Mirzə müəllim. Bilirsiniz, tarix belədir ki, biz çox vaxt bilmirik və fikirləşirik ki, hər şeyi bilirik, hələ yazırıq repressiya, amma sonra da oradan da araşdıranda görürük ki, necə həyat maraqlı olub, necə ümumiyyətcə nə möcüzələr olub. Gəlmişdim mənim bağışlayış yoldaşımın nənəsi, o da Ruhullah Axundovanın bacısı qızı idi. Gəldi, onun da 80 yaşı vardı, Mirzə müəllimin də 80 yaşı var idi. Və gördü Mirzə müəllimi, dedi, Mirzə müəllim, siz məni tanımadınız, siz məni işdən çıxarmışdınız 37-ci ildə. Mirzə müəllim dedi, bağışlayır bacı, tanımadım. Mən də biraz belə çəkindim ki, bu ağsaqqal kişi, mən böyük hörmətim ona var idi, indi də ömür boyu olacaq və mən fikirləşdim ki, nahaq bu sözü deyir də, kişini pərt eləyir. Bu çıxandan sonra Mirzə müəllim mənim kabinetimdən həmin mənim yoldaşımın nənəsi dedi, mən ömür boyu bu kişiyə borcluyam. Deyirəm, axı siz dediniz ki, onu sizi işdən də bəli deyir, işdən çıxardıb. Necə çıxardıb? O deyir, bizim rəisimiz idi və məni çağırdı, dedi, gecə Ruhullah Axundovanı həbs eləyiblər, onu da, xanımı da. Təcili yazğı ilə deyir ərzə, mən səni göndərəcəyim, səni işdən çıxardıram, göndərəcəyim səni rayona, qoy orada sən qalasan ki, səni həbs eləməsinlər. Və belə də məni xilas elədi. Sonra bir neçə ildən sonra Səməd Vurğuna və Üzeyir Əcübəyliyə
cinayət işi qaldırmaq istəyəndə bu da çox maraqlıdır, bu da bizi ilə bağlıdır. Mircəfər Bagirov soruşdu, Anarun atası da oradaydı, obırsılar da oradaydı, görüblər bunu. Soruşdu ki, Mirzə, bəs deyirlər ki, bunlar xalq düşmənidirlər. Mirzə müəllim baxdı, durdu, dedi ki, mən bilmirəm kim nə deyir, amma bunlar xalqın deyir, dahi insanlarıdırlar və xalqın fəxridirlər. Mircəfər güldü və əli ilə belə elədi. Otur, sən də onların tayısan. Gecə Mirzə müəllim evə gəldi və dedi ki, bəs yoldaşına xanıma, dedi ki, bəs bilirsən, deyəsən məni də sürgün eləyəcəklər. Mənim oğlumla qızım Azərbaycan məktəbdə oxuyurlar. Gəl fikirləşək, bizim qızımız olmaz. İndi gedir məktəbə, qoy getsin Rus məktəbə. Bizi sürgün eləyəndə Sibirə heç olmasa Rusça yaxşı danışar. Və maraqlıdır ki, Solmaz İbrahimova indi burada oturub və bizim Rus dilində çıxan Literaturna Azərbaycanın jurnalın baş redaktorudur. Niyə görə mən belə ətraflı danışdım? Bu həyatdır. Həyatda hər şey olur və əgər kimsə araşdırır bu məsələləri, kimsə yazır, kimsə buraxır. Bax, ümumiyyətcə mənim xoşum gəlib, lap kitabın adından da indi soruşdum da bu kitabı belə qoyublar ki, doğrudan da mənim çox xoşuma gəlib və Əsədə dedim ki, gör necə ad tapıb bu kitaba və mən sizə deyim, mən istəyirəm öz minnətdarlığımı bildirim ki, bugün burada bir belə insanlar yığışıblar. İstəyirəm mən təbrik eləyim və sözü bizim tərcümə mərkəzinin rəhbəri, tərcümə mərkəzinin rəisi Əsəd Cəngirə verib, o aparacaq bu iclası. Çox hörmətli tədbir iştirakçıları, sizi əlamətdar bir gündə Kəmalə xanım Mirzəyevanın öz qəbrini qazan deməli povest, hekayələr və pyeslər kitabının təqdimatı ilə bağlı salamlamaqdan çox böyük bir məmnunluq duyuram. Mən Kəmalə xanımı neçə illərdir tanıyıram və mən həmişə ona yeganə xanım deyirəm. Birinci dəfə idi ki, mən onun adını düz dedim, Kəmalə xanım dedim. Niyə yeganə xanım deyirdim? Çünki o qədər özünə məxsus bir xanımdır ki, o qədər seçilir ki, öz yüksək mədəniyyəti ilə, elitarlığı ilə, kibarlığı ilə, insanı başa düşməyi ilə, böyük insana sayğı və hörmət bəsləməyi ilə mənə elə gəlirdi ki, bəlkə də şuuraltı olaraq ki, ikinci belə bir insan nəinki xanımım üçün dünyada yoxdur, yeganədir. Sonra dedi ki, axı sən niyə həmişə mənə yeganə deyirsən? Dedim, səbəbini bilmirəm, mən elə bilirəm sizin adınız ancaq yeganə ola bilər. Amma Kəmalə də gözəl addır. Yəni, ağlın, kəmalın, mədəniyyətin, fəzilətin, mərifətin ifadəsi olan gözəl bir addır. Bizim klassik ədəbiyyatımız həmişə kəmaləliyə, kamilliyə çağırıb insanı. Nizamidən, Füzulidən üzü bəri və siz də həmin ədəbi ənəllər üzərində yetişdiyinizə görə belə kamiləsiniz, kəmaləsiniz və kamilsiniz. Sizə hamının adından kitabınızın işıq üzü görməyə münasibəti ilə ürəkdən təbrik eləyirəm. Sizə can sağlığı arzulayıram. Bu sizin ikinci kitabınızdır. İnanıram ki, bundan sonraki fəaliyyətinizdə də yeni kitablarınızla oxucularımızı məmnun eləyəcəksiniz. Çingiz müəllim kitabınıza ön söz yazıb. Bu sizin artıq bəri başdan böyük uğurunuzdur. Çingiz müəllim çox nadir hallarda kitablara ön söz yazır. Bəlkə də mən birinci dəfədir görürəm Çingiz müəllim. Çingiz müəllim çünki çox geniş erudisiyaya, dünya ədəbiyyatı bilgilərinə malik bir şəxsdir, yazıçıdır. Sadəcə yazıçı deyil, həm də intellektualdır. Ona görə də o hər kitabı bəyənib, ona ön söz yazmaz məncə. Əgər yazıbdırsa, deməli orada nəsə görübdür və gördüklərini də çox qısa amma lakonik şəkildə qeyd eləyibdir. Sizin hekayələrinizi mən oxudum və povestlərinizdən bəzilərini və çox qısa şəkildə indi icazənizlə fikirlərimi tədbir iştirakçılarına bölüşmək istəyirəm. Mənim xoşuma gələn nə oldu ki, yəni siz mətləbi birdən-birə oxucuya açmırsınız. Süjeti, hadisəni, nə baş verdiyini. Hadisə gedir, söhbətin yeri gəldikcə oxucu bilir ki, söhbət nədən gedir. Biraz o ənənəvi mənada təkiyyədən qaçırsınız, məncə yaxşı eləyirsiniz. Məsələn, bir qəza hadisəsi baş verirsə, dərhal demir bir qəza baş veribdir. O qəzanın törətdiyi nəticələrdən danışır, sonra səbəbə doğru gəlir. Yəni siz
belə deyək də, səbəbdən nəticəyə doğru getmək tapdanmış bir yoldur da. Siz bəzi hallarda artıq nəticədən səbəbə doğru gedir. Bu da oxucunu intizarda saxlayır. O bilmək istəyir ki, nə baş verir baxı burada. Bütün diqqətini cəmləyir ki, bir söz də gözdən qaçırtmasın ki, nə baş verdiyini anlaya bilsin. Və diqqəti gərginləşdirməyi tələb edən bir yazısınız. Məncə bu lazımdır. Çünki oxucunu çox belə sərbəst buraxanda o artıq diaqonal üzrə oxumağa başlayır. Sürətlə, biraz belə sayğısız oxuya bilər kitabı. Siz məcbur eləyirsiniz ki, oxucunu məni diqqətlə oxumalısan, yoxsa başa düşməyəcəksən. Nələrsə gözündən qaça bilər. Birinci mənim yadımda qalan təhkiyənizin özünə məxsus cəhətlərindən biri bundan ibarətdir. Tutaq ki, məsələn, bir deməli hekayələrinizdən birində deməli bir Zeynəb adlı dilənçi qadından söhbət gedir. Adam kimi, bəli. Orada məlum olmur ki, bunun başına bu faciə necə gəlib. Amma sonradan məlum olur ki, əri qəza eləyib maşına, oğlu da ondan sonra dayısı qızını alıb, nişanlı. Nəsə, bütün bu problemlər ki var, qəzanın törətdiyi bədbəxtliklər. Sonra məlum olur ki, hamısı qəzadan qaynaqlanır. Və bundan, amma bu yeganə səbəb deyil. Məsələn, o hadisəni ki, elə siz yazmısınız, o sosial problemi, dilənçilik problemini. Bu özü çox ciddi bir məsələdir. Mən həmişə küçədə dilənçilərinin sayının artdığını görən kimi bilirəm ki, vəziyyət artıq yaxşı deyil. Elə ki, o küçədəki dilənçilər ölkənin sosial durumunun bir ölçü vahididirlər, barometridirlər. Onların sayı birdən çoxalır, birdən azalır, tamam hətta yoxa da çıxır. Ölkənin durumunun göstəricisidir onlar. Və amma bu məsələ təkcə dilənçilikdən getmir. Siz ona böyük bir həssaslıqla yanaşıb, o adam kimi hekayəsində, dilənçiyə qarşı oxucunu, belə deyim də, sayğılı olmağa vadar eləyirsiniz. Düzdür, mən şəxsən özüm həmişə dilənçilərə, yəni böyük, belə deyim də, mən o yuxarıdan aşağı baxmaq, ay bu dilənçidir, mən bunu insanlığa yaraşan bir hərəkət saymıram. Hesab edirəm, buradakilərin hamısı da məndən həmrəy edirlər. Amma sizin hekayəniz məni bundan sonra daha belə sayğı ilə, daha diqqətlə onları, çünki siz onların o zahiri, belə deyək, həyatının arxasındakı pərdəni çəkmisiniz, o böyük faciənin səbəblərini göstərmişsiniz. Onlara oxucunun ürəyi yanır artıq. Daha böyük sayğı ilə yanaşmaq zorunda qoymuşsunuz ki, yəni baxmayın ki, bu küçədə dilənir. Bunun bəlkə elə bir həyat dramı var ki, o gətirib onu dilənçi olmağa vadar eləyib. O da sizin kimi bir insandır. Yəni mərhəmətli olun. Həyatın amansızlığını da vermişsiniz orada. Bəzi adamların o dilənçilərdən sui-istifadə etməsini də, onlara qarşı təhqiramiz münasibətini də, bütün bir sosial kaleidoskop, sosial mənzərəni bir neçə səhifəlik balaca hekayədə açıb göstərə bilmişsiniz. Bir dəfə mən İsa Muğannadan soruşdum ki, İsa müəllim, gənc yazıçılara necə yazmağa məsləhət görürsünüz? Və gözləmədiyim bir cavab verdi. Düşünmədən qətiyyən. Sanki bu cavaba hazır idi. Dedi, damlada qoy dəryanı göstərsinlər. Yəni, həyatın bir damlasıdır da bir dilənçinin bir küçənin küncündə durub dilənməyi. Amma o bir epizod, bir insan obrazı, onun həyatı vasitəsilə o bir damladır. Bütöv cəmiyyətin, bütöv insanlığın, həyatın, yəni dəryanın mənzərəsi açılır orada. Məncə bizim bütün klassik ədəbiyyatımız həmişə damlada dəryanı göstəribdir, zərrədə küllü göstəribdir. Kəmalə xanım fərqinə vararaqdan, varmayaraqdan, bilərəkdən, yəni bilmirəkdən İsa Muğannanın dediyi həmin metodla yazıb. Ən azı adam kimi hekayəsini bu metodla yazıb. Daha çox diqqətimi çəkən cəhətlərdən biri də sizin başqa sivilizasiyanın nümayəndələri olan heyvanat aləminə olan böyük məhəbbətinizdir. İt kimi hekayəniz də var. Biri adam kimi, biri it kimi. Bizim, yenə də mən klassik ədəbiyyatdan danışacağım, klassik ədəbiyyatımızda heç zaman insan kosmosdan, Allahdan, təbiətdən kənarda deyil. Baxın, Məcnun Leyli tərəfindən Leylini vermirlər Məcnuna, Məcnun qaçır səhrada heyvanlarla ünsiyyət qurur. Şirlə, ceyranla, tutaq ki, göyərçinlə, ovçular tutur, azad eləyir onları. Bu məhəbbət onun qəlbində böyük bir mərhəmət hissi yaradır. Başqa varlıqlara qarşı, təbiətin başqa qatlarına qarşı. İnsan bunların içində də, harmoniyadadır bunlarla. Ən böyük fəlakət onda olur ki, o harmoniya pozulur. İnsan özünü biraz yuxarı, təkcə dilənçiyə yox, itə, pişiyə belə insanın yuxarıdan aşağı baxmağa, mənəvli iddiası, heç bir mənəvi səlahiyyəti və haqqı yoxdur.
Hindistanda məsələn heyvanlara əsla elə baxmırlar. Onlar da bərabər hüquqlu cəmiyyətin bir üzvü sayırlar. Təbiətin olsun yaxşı bir üzvü. Yəni onların da hüquqları var. O hətta yırtıcı heyvanlar belə bəzən şəhər sivilizasiyasının içində insanlarla paralel bir həyat sürürlər. Və insanlar da onlarla yola gedirlər, o yırtıcılarla belə. Biz yırtıcılar haqqında bəzən video kliplərə baxırıq, filmlərə baxırıq, görürük ki, insan onları necə dəyişdirir. Baxmayaraq ki, hər ağızlarında onların iki nəhəng dişi var, azı dişlər deyirlər də. Yırtıcıdırlar, amma insanla bir yerdə böyüyəndə o, lap körpə vaxtından, o artıq başqa bir varlığa çevirir. İnsan onu da insaniləşdirir. Daha kamil bir varlıq kimi insanın borcudur. Əqilli cəhətdən, ta ki, inkişaf baxımından özündən aşağı səviyyədə olan varlıqları, məxluqları da qayğısına qalmaq, onları sevmək, onları ucalığa qaldırmaq insanın borcudur. Çünki insanla ünsiyyətdə olan heyvanın şuur səviyyəsi yüksəlir istər-istəməz. Atatın deyir, yanına bağlasan həmrəng olmasa da həmxasiyyət olur. Artıq heyvanlar da insan xasiyyət olmağa başlayırlar. Və Kəmalə xanım bu heyvan insan qarşı durmasını təsadüfən aparmayıbdır. Bəzən təəssüfünü də bildirir hekayələrində ki, insan heyvanı insaniləşdirməkdən və qaldırmaqdansa bəzən özü heyvaniləşir. İt kimi olur bəzən. Bax, elə ki, ona görə də çox səciyyəvidir bu it kimi və adam kimi hekayələrinin adları məncə qətiyyən təsadüfən qoyulmuşdur və bu yazıçının ümumiyyətcə həyata, cəmiyyətə, konseptual bir baxışının ifadəsidir. İki müxtəlif hekayə birləşəndə bir sistem əmələ gəlir. Yaxşı yazıcı məncə sistemli yazıcı olmalıdır. Onun bir əsərində meydana çıxan sualın cavabını başqa bir əsərində tapmalıyıq. Gizli qatlarla bunlar bir-birinə bağlı olmalıdır. Gizli bir şəbəkəs kimi, alt qatlarla. O yeraltı çaylar axıb-axırda dənizə qovuşduğu kimi, yazıçının da bütün əsərləri gəlib bir ideya nəhrində, ideya dənizində qovuşmalıdır və oxucu onu tam onda dərk eləməlidir. Kəmalə xanımın repressiya dövründən bəhs eləyən pyesləri var. Cavad haqqında, Əhməd Cavad haqqında, Mikayıl Müşfiq haqqında, Salman Mümtaz haqqında. Bunlar kiçik həcmli pyeslərdir, amma Kəmalə xanımın həm vaxtı ilə bu şəxslər haqqında müxtəlif sənədli filmlərin şəklindəki iştirakını yada salır, səhv eləmirəmsə. Həm də ümumiyyətcə onun yenə də cəmiyyət həyatındakı amansızlığa bir etirazının ifadəsi kimi mən başa düşdüm ki, yəni insan insana qarşı it kimi olmalı deyil. İnsan insana qarşı insan kimi davranmalıdır. Yəni heç bir vəzifə ehtirası, heç bir siyasi repressiya amili insanı gərək insanlıqdan çıxartmasın. İnsan bütün situasiyalarda məsuliyyət daşıyır. O insan olaraq qalmalıdır. İndi bəzən deyirlər, ay onlar neynəsin, onların da məcbur idilər, şərait belə idi, nə bilim falan. Amma mənə elə gəlir ki, tarixi şərait və situasiya insanın insanlıq məsuliyyəti hissindən əsla azad eləmir. Çünki insan ali varlıqdır, ən şuurlu varlıqdır. Allah onu özünə bənzəyən yaradıbdır. Hətta müqəddəs kitabda yazılır ki. Və Allahı dərk edən yeganə varlıqdır insan. Gör, onun nə qədər şuur səviyyəsi var. O birisi varlıqlar dərk etmirlər, onlar instinktlə yaşayırlar. Ona görə də insan üzərində böyük bir məsuliyyət düşür. İnsan haqqında bu gözəl əsərlərinizə görə Kəmalə xanım sizi təbrik edirəm. Amma bəzən sizin hekayələrinizdə dil barədə, tutaq ki, üslub barədə, üslubu çox gözəldir. Mənsur şeir üslubundadır sizin əsərləriniz. Poeziya var burada. Bu da bir Zərif Ruhlu xanımın qələmindən çıxıb, beyninin və duyğularının məhsuludur. Belə də olmalıdır məncə. Amma bəzən məsələn, tutaq ki, milli dilimizdə qarşılığı olan sözləri tapıb işlətməyə ehtiyac duyulan məqamlar var idi. Özünüz də bilirsiniz ki, hətta prezidentimiz səviyyəsində milli dilimizə qayğı məsələsi qoyulubdur. Məsələn, kapot sözünü tutaq ki, mən bir nümunə deyirəm, işlətmişsiniz nüanslardan birində. İndi bu elə çıxmasın, mən bu qədər xoş sözlərdən sonra xalq xətrin qalmasın bir tənqidi də qeyd edib, qabağına quş qoyuram ki, tənqid də elədim, yox. Sadəcə, yəni ağ bir vərəq kimidir sizin bu əsəriniz, gözəl əsərlərdir. Mən orada iynənin ucu boyda da bir, belə deyək də, xələl gətirən nüansların olmasını istəmirəm. Bu o qədər də önəmli bir, belə deyim də, məsələ deyil, amma madam belə gözəl yazırsınızsa, belə o da olmasın da, yəni o nöqtəyə nəzərdən sizə bir yazıçı həmkar olaraq tövsiyəmi dedim. Uzun danışdığıma görə hamınızdan üzr istəyirəm, amma biz elə bir Nəcib xanımın, elə bir gözəl insanın təqdimat mərasiminə yığışmışıq ki, mən bunu belə danışıb fikirlərimi sizlə bölüşməyə böyük bir daxili ehtiyac duydum. İndi isə mən böyük məmnuniyyətlə sözü Azərbaycan televiziyasının, mən bunu deyəcəm, amma biraz ehtiyat eləyirəm. Çünki mən
Deyərəm, kimlərsə razılaşmaya bilər, başqa bir adamı deyə bilərlər. Azərbaycan telejurnalistikası və teleməkanının kraliçası Telli xanım, Pənah qızına mən söz vermək istəyirəm. Və Telli xanım, mən deyim, Kəmalə xanımın televiziya jurnalistikası sahəsində ustadıdır, müəlliməsidir. Öz tələbəm haqqında söz demək çox böyük bir qürur hissidir. Təvəzzökarlıqdan kənar olsa da deyim ki, Kəmalə mənim tapıntımdır. Sağ ol. Mən onu Azərbaycan mədəniyyətinə, Azərbaycan mühitinin ən belə qaymaqları sayılan cəmiyyətimiz var. Onlara təqdim edən ilk adam olmuşam. Və yadıma gəlir ilk görüşümüz, onun atası, anası da oturub burada. Və Moskvadan gəlmişdi. Tamam başqa bir sahənin adamıydı, başqa bir havadaydı. Və ona dedim ki, gəl bizə. Bizə onda ikinci proqram var idi, mədəniyyət xəbərləri var idi. Və biz, indi Cahangir müəllim Əsəd deyir, Əsəd Cahangir ki, çox lakanik, qısa yazır, amma fikirlərini ifadə eləməyi bacarır. Çünki mədəniyyət xəbərləri deyilən bir verilişimiz vardı bizim və burada biz bəlkə də o yarım saat ərzində Çingiz müəllim 10-12 sujet verə bilirdik. Sizə nə müsahibə alırdıq. Yəni, bütün sahələri əhatə eləməyə çalışırdıq. Və mən bu uşaqlarıma qısa, lakanik və hadisəni doğruğun, düzgün şərh eləməyi öyrədirdim. Və Kəmalə xanımın bugün burada dərc olunan hardasa 16 yazısı var deyəsən. Və bunların hamısındakı o lakaniklik, o gözəllik, sözü məqamında yerində demək, o surətlərin, obrazların daxili aləminə varmaq bacarığı məhz oradan qaynaqlanır ki, çox söz lazım deyil, sadəcə çalış, fikrini yığacam ifadə ilə və gözəl ifadə ilə. Mən bədii sözü çox xoş deyirəm və bədii yazdığım üçün çox vaxt xəbərlər, hələ onda Günün Ekranı xəbərlər proqramında işləyəndə mənə irad tuturdular ki, bəs də bədii cümlələrdən istifadə eləmə, qısa, konkret yaz, bura xəbərdir. Amma bütün bunlara baxmayaraq, mən bütün o ömrüm boyu yazdığım cümlələrin içində mütləq insanların ruhunu tərpədən, içini bir də titrədən bir cümlə yazmağa çalışırdım. Bəlkə də bu məni hamıya sevdirdi, bilmirəm. Və Kəmalə də bizim bu məktəbimizi keçdi. O qədər zərif ruhu var ki, onunla ancaq yoldaşlıq eləyən, onu yaxından tanıyanlar onu bilər. Mən sizə təşəkkür edirəm atası ilə anasına ki, siz belə övlad böyütmüsünüz. Və bizim yazıçılar aləmində bu çox belə adlarını yazın. Qəribə bir dünyada bir insan özünü ayaqda saxlamağı bacarırsa bu böyük xoşbəxtlikdir. Bu uğurlarının sayı çox olsun. Və yazdığın kitabları ilk əvvəl bəlkə də mənə verəsən ki, mən daha genirsən haqqında danışa bilim inşallah. Amma səni təbrik edirəm. Və adların da çox fərqlidir, sərlövhələrin də çox fərqlidir və içindəki cümlələrdəki o novellavari təqdimatın özü də mən deyirəm yenə o xəbərlərdən gələn konkretliyə bağlıdır. Uğurların bol olsun əzizim, canın sağ olsun, yazasan, yaradasan və bir də oxucu sevgisindən heç vaxt əziyyət çəkməyəsən. Çox sağ olun. Bu yaxınlarda biz 525-ci qəzetdə də, Hüseyn Bala müəllim səhv eləmirəmsə, Dünya Sənin, Dünya Mənim adlı bir çox maraqlı bir hekayə oxuduq. Onu bizim gözəl yazıçımız, çoxsaylı povest və romanların müəllifi, hamımızın sevimlisi və əzizi Hüseyn Bala müəllim yazmışdı və müzakirə açdı Kulis Az saytı. Mənim şansım gətirdi ki, mənə də müraciət elədilər və böyük məmnuniyyətlə mən çox hörmətli Hüseyn Bala müəllimin o gözəl, müdrik və ibrətamiz hekayəsi haqqında kiçik də olsa öz imkanlarım daxilində bir məqalə yazıb müzakirədə iştirak edə bildim. Mən böyük məmnuniyyətlə sözü bizim həmişə cavan və həmişə xoş ovqatlı yazıçımız Hüseyn Bala müəllimə. Çox təşəkkür edirəm. Sizə yarazlı uğurlar arzu edirəm. Yəni bu başlanğıc olsun. Mən hesab edirəm ki, dayanmadan işləmək lazımdır. Çünki bir Azərbaycanda bir misal var, bir insan gedir amma söz qalır. Mən arzu edirəm ki, bundan sonra daha gözəl əsərlər yazasınız, gözəl povestlər yazasınız, gözəl romanlar yazasınız. Və Azərbaycan ədəbiyyatında bizim çox hörmətli şairlərimiz olub, qadın yazıçılarımız olub, Nigar Rəhbərli olub, Əziz Cəfərzadə və qeyriləri. Mən istəyirəm ki, siz vaxt gələndə onları əvəz eləyəsiniz, yəni o sırada durasınız. Mənim arzum budur, sizi təbrik edirəm, can sağlığı arzu edirəm. Bol-bol uğurlar arzu edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Tofiq Bayram yazırdı, əyilsin ən uca dağların başı, ana saçlarından gümüş rəng alsın.
bəlkə hər dahi ilə birgə yanaşı dahi anasına heykəl ucalsın. Mən bura bir misra əlavə eləyirəm. Dahi atasına, həm də dahi atasına heykəl ucalsın. Çox xoşdur ki, bugün bizim məclisimizdə Kəmalə Yeganə xanımın valideynləri, pedaqoqlar həm ailədə, həm də məktəbdə gözəl pedaqoqlar olduğu məlumdur. Gülzar xanım və Əvəz müəllim iştirak edirlər. Mən belə bir mən sizə bütün Azərbaycan ədəbi cəmiyyəti adından çox hörmətli Gülzar xanım və Əvəz müəllim, bütün Kəmalə xanımı tanıyan, onunla ünsiyyətdə olan və ona böyük sayğı bəsləyən bütün adamlar adından o sayğını həm də sizə yönləndirirəm ki, belə bir insanı siz böyüdüb, tərbiyə edib bizim cəmiyyətimizə təqdim eləmisiniz və sizin pedaqoqluğunuz ən birinci öz ailənizdən başlayıb, onu göstərir. Mən böyük məmnuniyyətlə indi sözü Bəxtiyar müəllimə verəcəm. Əməkdar jurnalist, bizim hamımızın böyük sayğı bəslədiyi Bəxtiyar müəllim, buyurun. Elli xanım Hamı qısa-qısa danışır. Kəmalə xanımın, Kəmalə Mirzəyevanın yaradıcılığının əvvəllərindən danışdı. Bu aləmə ilk qədəm qoymağı xatırladı və mən də o illərə qayıtmaq istəyirəm. Çünki sonraki müddətdə Telli xanımla biraz aralandı və məndə redaksiyada çalışdı və sonra həyat elə gətirdi ki, həm televiziyada, həm televiziyadan kənarda, nə bilim, başımıza çoxlu işlər gəldi, televiziyadan gedəsi olduq. Mən getdim, sonra o da getdi və bir studiyada çalışdıq və belə deyək də, o çətinliyin içərisində, o yaxşı və pisin içərisində bir çox gözəl bir münasibət yarandı və illərdir ki, o münasibət davam edir və Əsəd müəllim dediyi kimi bu gözəl ailə ilə tanış oldum. Bəlkə 20 ildən artıqdır ki, o ailə ilə mən belə çox gözəl münasibət var, çox gözəl tellər bağlayır və bu ailənin övladları, uşaqları hamısı bir-birindən belə tərbiyəli, səviyyəli və sizə bir nümunə deyim ki, televiziya üçün belə çox maraqlıdır. Bax, burada bizim bir qızımız əyləşibdir. Kəmalənin başçısı qızdır Nərmiş. Nərmin Can bizim CBC Sportda, İdmanda proqram aparıcısıdır. Bizim elə proqramımızda, həmin o proqramda o da böyüdü, qalxdı və bugün də bizim o əsas aparıcılardan biridir. Kəmalə yəni televiziyada özünü həm təsdiq elədi ilk növbədə aparıcı kimi, yəni səhər proqramında aparıcı idi, bizim mədəniyyət xəbərlərində Telli xanım dediyi kimi. Sonraki illərdə də televiziya fəaliyyəti dayanmadı və çox maraqlı mövzulara toxundu. Əsəd müəllim dedi, Çingiz müəllim dedi, o repressiya ilə bağlı Azərbaycan televiziyasında repressiya silsiləsindən verişlər gelirdi. O verişin ssenari müəllifi idi, redaktoru idi və belə deyək, həmin oradan elə bir ki, aldığı o güc, o məlumat, o araşdırmalar sonra həm də onun o kiçik pyeslərində öz əksini tapdı. Yəni, insan kimi çox gözəl insandır, ruhu yazılarındadır. Biraz o qadın yazarlarımızdan bəlkə gəlmə bir şey var, o qadınlıqdan gəlmə bir şey var. Onlar hamısı onun yazıları da öz əksini tapıbdır. Bir də ki, o yazılarından bir qırmızı xət kimi keçir. Əsəd müəllim dedi, bu dünyaya münasibət, heyvana münasibət, hətta orada yazısı var. Qarğalar danışanda adamlar susar, yəni bax bu var, belə yazıları var, o it kimi də, sonra adam kimi də bir xət var, bir şey var və həqiqətən dünyamızın belə deyək də harmoniyası üçün, yəni bax həmin o dilsiz ağızlar deyir yollarla, bax bu dilli ağızlı insanların arasında da bax o belə deyək bərabərlik qorunmalıdır, harmoniya qorunmalıdır və mən bu söhbətimin bir tərəfindən yekunlaşdırmaq istəyirəm. Əsəd müəllim dedi, bu konstitusiya salıblar. Vaxtilə mən İrlandiyada bir tədbirdə idik, orada 2000-ci illərin əvvəldə orada cəmi bir Azərbaycanlı yaşayırdı. O dedi ki, məndən başqa burada yoxdur, yeganə Azərbaycanlıyam və haradasa bir Bakıdan elə bir Gəncə məsafəsində orada bir Azərbaycanlı yaşayır. O da deyir, bizim Bakı cühudlarından, amma fikirləşirəm, darıxıram, gedib onu görüm. Başqa deyir, Azərbaycanlı yoxdur və deyir, mən o İrland həyatı, İngilis həyatı, bunlar həyat evlərdə hamısı belə yaşayırlar. Deyir, mən fikirləşdim ki, ailə ilə gəlmişəm, bu qonşularla bir özümə bir münasibət qurum. Bunlar biraz belə deyək, özümə yaxın eləyim və fikirləşdim ki, biz mətbəximizi bunlara mən tanıdım. Getdim, deyir, mən bir qoyun aldım, bir bazar günü deyir, qoyun kəsdim ki, bunlara kebab pişirdim deyir.
Mən qoyunu bunların gözünün qabağında kəsdim deyir. Təsəvvür edin ki, hamısı şok keçirdilər ki, bu heyvanı kəsmək olar. Bunlar dedilər ki, bu heyvanı kəsirsə adamı da kəsər, təsəvvür edin. Kabab deyir, xoşlarına gəldi, amma uşaqları məndən qorxudurlar dedindiyə qədər də. Bu, belə bir söhbət var. Kəmalə can sağlığı arzu edirəm. Əvəz bəlli, güzel xanım. Allah ömür versin. Bu İsmail buradadır, bacısı Rəna buradadır, bacısı uşaqları buradadılar. Yəni mən bunları nə üçün deyirəm? Çünki bu insanın olması üçün ailədir, mühit hamısı çox böyük rol oynayır. Çünki onlar olmasa bu olmazdı, o xarakter olmasa bu xarakter olmazdı və bu yazılar yazılmazdı. Mən uğur arzulayıram, can sağlığı arzulayıram və bu təravətini saxla və bu qələmi qoru. Sağ ol. İbrahim Xəlil Peyğəmbər insanların qurban kəsilməsinin qabağını alıb onu heyvanların qurban kəsilməsi ilə əvəz elədi. İnanıram və ümid edirəm yaxın gələcəkdə insanın şuuru o qədər inkişaf eləyəcək. Elm o qədər inkişaf eləyəcək ki, ət yeməyə ehtiyac olmayacaq. Artıq din vasitəsilə yox, elm vasitəsilə heyvanın da kəsilməsi məsələsi öz həllini tapacaq. Mən buna inanıram. Bəlkə də burada oturanların bir çoxu o günləri görəcəklər. İndi isə mən böyük məmnuniyyətlə sözü bizim unudulmaz şairimiz Davud Nəsibin oğlu, ictimai xadim Xəyyam müəllimə vermək istəyirəm. Davud müəllimi mən ədəbiyyat qəzəsində görmüşdüm. Elə bil ki, o mələk idi. Ədəbiyyat qəzəsində oturan bir mələk idi. Sonra Davud müəllimin, üzr istəyirəm, Xəyyam müəllim, Davud müəllimdən danışıram elə mən, bəli. Sonra Firuzə xanımı, onun bacısını İsa Muğanla gedəndə mən orada görmüşdüm. Gördüm, o mələyin bir bacısı da var, o da mələkdir. Mən sizin dünyadan bütün keçənlərinizə Firuzə xanım, Davud müəllimdir. Allahdan rəhmət diləyirəm. Sizi bugün burada Davud müəllimin bir varisi olaraq, onun ailəsinin, ocağının daşıyıcı olaraq görməkdən çox məmnunluq duydum. Buna görə Yeganə xanıma da minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ olun. Həmişə bu cürə gözəl tədbirlər nəsib eləsin. Başda ağsaqqallarımız, ədiblərimiz olmaqla. Burada Kəmalə xanımın ünvanına çox dəyərli, maraqlı, fərqli, bildiyimiz, bilmədiyimiz tərəflər açıqlandı. Sağ olsunlar. Söz sahibləri öz fikrini, qiymətini bildirdilər. Kəmalə xanım haqqında bir neçə məqamı deyə bilərəm. Çox nəcib xanım, çox özünə məxsus dəsti xətli olan və gözəlliyi də göz qabağında olan xanımdır. Bir hadisəni danışacağım. Böyüklərimizin artıq hamısını deyiblər. Bu heyvanlara olan məhəbbətini. Bəxtiyar müəllimlə bir yerdə Kəmalə xanım bir yaz ayıydı. Aprel. Qazağa səfərimiz olmuşdu, Çingiz müəllim. Bu şimdi gəzdi, orada çəkiliş elədi, oranı gəzdi. Buradan indi icra nümayəndəsi biz apardı bir Kürün qırağında yemək yeməyə. Yeməyimizi yedik, gördük Kəmalə xanım nəsə qırağa çəkilib dilxordu. Amma bir məsələ də yoxdur dilxor olmağa. Nəysə, yeməyimizi yedik, içdik, durduq, qaydırıq. Kəmalə xanım deyir ki, orada bir dənə it var idi. Küçük balaca it də deyəsən, hə? Balaca it idi. Balaca bala kimi. Onda balaca idi. Hə, bəs tapşırın ki, bu itə baxsınlar, bu iti yemək vermirlər. İt foşun bir ayağı axsıyır, bir belə halsızdır. Biz də hamımız bir-birimizə dəydi. İcra nümayəndəsini çağırdı ki, qardaş, bu deyir ki, belə olmaz. Bir ildən sonra deyir ki, qaydacağıq bura. Sən canım bunu götürün nəzarətə. O da çadır restoran müdürüdür. Bu iti niyə baxmırız ümumiyyətcə? Bu böyük bir müzakirəyə səbəb oldu. Bir il onu biz nəzarətdə saxladıq. Zəng eləyib Kəmalə xanım sordu. Biz də zəng eləyib icra nümayəndəsinə. Şəklini çəkirdilər, göndərdilər, gizdirdik. Hə, bu da Kəmalə xanım həqiqət bilmirəm indi necə oldu, amma bir il nəzarət saxlı. Gördülər bir ildən sonra gəlmir. Onlar da indi bilmirəm. Öz vicdanlarına qaldı. Körpəydi. Sağ olun, hər biriniz sağ olun, var olun, dəyərli olun. Həmişə bu gözəl, bu yaradıcı ocağına xeyir işlərlə, nailiyyətlərlə sağ olun. Çox sağ olun. Qədim müdriklər deyirdilər, sağlam bədəndə sağlam ruh olur. Sağlam bədənin daşıyıcıları idmançılardır, sağlam ruhunsa təbliğçiləri, yazıçılardır. Ona görə həmin o sağlam bədənin
təbliğçiləri deyim, daşıyıcılar deyim, nümayəndələrindən biri iştirak edir. Mən onu universitet illərindən tanıyıram. O bəlkə də yadımda deyil. Xəzər müəllim onda o hələ belə deyim də bir güləşçi kimi öz karyerasının ən gür dövrünü yaşayırdı. Rus dilində desək qremet eləyən vaxtları idi. Bir dəfə sizlə universitetin bufetində biz oturub çay içib söhbət eləmişik. Yadınızda deyil yəqin sizin. Amma mənim yadımdadır. Deməli, indi isə mən sözü böyük məmnuniyyətlə Xəzər İsayeva Milli Olimpiya Komitəsinin Ədalətli Olaraq Komissiyasının sədrinə əfsanəvi idmançımıza verəcəm. Çingiz Cəmal xanım, təşəkkür edirəm ki, belə bir kitabı ərsəyə gətirmişsiniz və bizim hamımızı dəvət eləmişsiniz. Artıq universitet illərində oxuduğumuz bir yerdə bir iskan çay içməyimiz mən yadımda deyil, amma o dövrlərdə biz Məhiyyəddin Allahverdiyevdən ikimiz bir girmişdik bizim Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə. Yəni o dövrlər orada olubdu belə bir şey. Şəmal xanım üçün nə demək olar? Şəmal xanım deməli tanışdığımız mən doğrudan da eşitmişdim. Özünü görməmişdim. Şahidi deyir, yalansın, şahidi yanında olur. Mən yalan danışmıram. Bəxtiyar müəllim buradadır. Bir gün o ki, zəhləşdik, mənim haqqımda bir oçek yazmaq fikrinə düşdü. Və mən də çox böyük məmnuniyyətlə qəbul edim. Və mənim otağıma dəvət elədim. Elə bizim otağımızda gözəl bir oçek yazdı. Ondan sonra üstündən bir gün keçdi. Çingiz mən gördüm 4500 nə qədərsə adam oxuyub bunu. Sonradan göndərdim onu Kəmalə xanıma ki, baxın görün sizin bu yazınızı nə qədər adamlar oxuyur. Və səhərsi gün Kəmalə xanım mənə tayardan 6000 nə qədərsə adamın siyahısını göndərdi ki, yəni göstərici var orada. Bəs yox, 4000 deyil, bundan da artıqdır. Və ümumiyyətlə o şeyi oxuyanda da özüm hiss elədim ki, doğrudan da bu insanlıq yazıya da, kitaba da, mətnə də, hər şeyə adiyyəti olan bir xüsusiyyətdir. Yəni insanın o qələmi, onun danışığı, mədəniyyəti onun daxilindən xəbər verir. Və həmən o çəkdən sonra mən doğrudan da Kəmal xanıma çox böyük hörmətlə, həm xanım kimi, həm yazısı kimi öz minnətdarımı, təşəkkürünü bildirdim. Və bir gün də o növbəti kitabların yazılması, burada baxdım qarğalar, müəyyən it kimi, adam kimi, bu yenə də insanın daxilindən gələn fikirlərdə, adi adlarını götürəndə görürsən ki, bizim yaşadığımız dövrdə doğrudan da həm it kimi, həm adam kimi belə sözlər çox rast gəlir bizə və onu insanlara çatdırmaq, öz fikirləri ilə, öz daxili ilə çatdırmaq bu özü böyük bir qürurdur. Kəmal xanım, sizi təbrik edirik. Sizə uzun ömür, can sağlığı. Uzun illər İdman və Gənclər Nazirinin müavini işləyən idman xadimimiz İsmail müəllim iştirak edir. Mən böyük məmnuniyyətlə sözü İsmail müəllimə verirəm. Uşaqlıqdan Kəllə və Diminəni çox sevmişəm, dəfələrlə oxumuşam. Və bu günləri Kəmalə xanımın heyvanat aləminə müraciət eləməyi, sevgisi mən gəldim ki, çox təqdirə layiq bir haldır. Mən nə demək istəyərdim? Çox demək olar. Bugün deyək ki, hələ televiziyada işlədiyi dövrlərdə çıxışlarımız olurdu. Deyək ki, idmanda da böyük nəticələr göstərən insanlar çoxdur. Həmçinin yüksək səviyyədə böyük deyək ki, ixtiralara imzadan insanlar, ancaq yaradıcı insanlar bəzən olmurlar onlar. Məsələn, mən deyərəm ki, Kəmalə xanım həm də yaradıcı insandır. Onun əsərləri, həmçinin adi deyək ki, televiziyada işlədiyi dövrlərdə onun deyək ki, hər bir insana münasibəti bu həmişə mənim yaddaşımda qalıbdır. Mən nə demək istəyirəm? Sizə uğurlar arzu edirəm. Qalan ömür mənalı olsun və gözəl əsərlər yazasınız və xalqımıza bəxş eləyəsiniz. Sıra daha bir idmançımızdadır. Beynəlxalq dərəcəli hakim, əməkdar bədən tərbiyəsi və idman xadimi Hicran Şərifov. Valideynlərə minnətdarlığımızı eləyirik ki, belə bir xanım, belə bir Azərbaycanlı xanım bugünün tam resiminin Natəvanı yetişdirmişsiniz, sağ olasınız. Çünki bugün Kəmalə xanımın ərsəyə gətirdiyi bu yeni kitabın yeni adına baxanda sanki məcbur eləyir bu ad, bu kitabı oxu. O məni oxumağa məcbur eləyir. O da nədən irəli gəlir? Kəmalə xanımın həddindən artıq ictimaiyyət insanı olmağından.
Həqiqətən də hansı tədbirə gəlirsən, dövlət tədbirlərinə, şənliklərinə, dost toyuna, yasına bu insan necə çatışır və bütün təbəqələrlə dostluq eləməyi bacarır. Mən bu alqışlayıram bu hərəkətini Kəmalə xanımın. Əlbət ki, bugün bəlkə də düşünür bir kitabın təqdimatı. Mən deyərdim ki, düşüncələrə, yeni bir düşüncələrə gedən yolun ən də təqdimatıdır. Kəmalə xanım o qədər ictimai insandır ki, onun kitabların adından belə görünür. Kitabların ərsəyə gətirilməsinə, sambalına heç bir şübhəmiz yoxdur. Amma sual istəyərdim ki, bu adları necə fikirləşirsin? Bütün kitablarında belədir. Sanki kitablar sakit səslə danışır, sual verir və insanı danışdırır. İnsana da sual verdirir kitaba və özünə. Və müxtəlif suallar çıxır. Hətta insanın özündə dəyişə bilərəmmi qədər? Belə suallar da gəlir ki, çox maraqlıdır. Və yaradıcı bir insan kimi bugün bu kitabın ərsəyə gəldiyinə görə sizə minnətdarlıq edirik. Çox sağ olumuzu deyirik. İdmançı olmağıma baxma, ürək dolusu danışardım. Amma lakanik danışmağı daha üstün tuturam. Yeni uğurlar, daha böyük zirvələri fəth eləmək arzusundayam. Mən saysız hesabsız bax bu zalda məclislər təbii kitab prezentasiyalarının aparıcı olmuşam. İlk dəfədir ki, bəlkə reqlament sözünü işlətmədən hamı əməl eləyir. Amma mən istənilən halda yenə də reqlamenti sizin yadınıza salmaq məcburiyyətindəyəm. Çox xahiş edirəm. Yəni məclisin öz müəyyən edilmiş vaxtdan kənara çıxmaması naminə və hamının fikrini ifadə etməsinə mane olmamaq üçün xüsusilə də bundan sonraki çıxışlarda reqlamentə əməl etməyimizi çox rica eləyirəm. Böyük məmnuniyyətlə, böyük sayğı duyduğum tarix üzrə fəlsəfə doktoru İradə xanım Əliliyə söz verirəm. Kəmal xanım, təşəkkür edirəm dəvətiniz üçün, mənə söz verdiyiniz üçün. İşıqlı insanlar olur ki, onların həqiqətən üzündən nur yağır. Kəmal xanım həmin o insanlardandır ki, onun ürəyi də, siması da nur, işıqdır və çox sevdiyim xanımlardandır. Kəmal xanım fəaliyyətini yaxından izləyirəm. Həqiqətən də cəmiyyət üçün, insanlıq üçün, çevre üçün çox belə deyək, gözəl işlər görür. Oxudum da, kitabda bir-iki hekayəyə diqqət etdim. Həqiqətən də çox fəlsəfi fikirlər var. Hər bir oxucu o yazılan yazılardan özünə bir örnək götürə bilər, bir fəlsəfi düşüncələri özünə fikirlərini inkas etdirə bilər. Onlarla arzu edirəm, təbrik edirəm, axarlı olsun. Biz sizi sevirik. Var olasınız. Çox sağ olun. Bir neçə gün öncə, ayın 6-sında bax bu Natavan zalında biz Hacı Qəni Camalzadənin bizim çox tanınmış yazıçımızın, sevimli yazıçımızın 70 illik yubileyini böyük təntənə ilə qeyd elədik. O həm də Qarabağ müharibəsi qazisidir, yəni həm qılıncı, həm də qələmi təmsil edir. 4 ya 5 romanın, 100-dən çox hekayənin müəllifidir. Çox xoşdur ki, gəlməli bizim məclisimizə təşrif buyurubdur. Mən böyük məmnuniyyətlə sözü tanınmış yazıçımız Qəni Camalzadəyə verirəm. Mən özüm də it pişikdən yazmışam. Yəni mən də onlardan bir neçə it pişikdən mənim də hekayəm var. Hətta onlardan da bir neçə hekayəm var. Yəni biz də sevirik. Bu heyvanları sevməsən, onlar haqqında yazmaq olmaz. Bu saat qarşımda daha bir sizin o hekayənizi oxuyandan sonra daha belə hekayə dayandı ki, mənim avçarkam var. Göd-gödə bu il keçdi, hər il ağıllanır da. Bir dənə danışmağı bacarım, qalan hər şey var. Bunları mütləq ədəbiyyata gətirmək bizim borcumuzdur. Çünki onlarla ünsiyyətdə olanda onların hətta elə keyfiyyətləri var ki, insanlarda yoxdur o keyfiyyətlər. Kəmalə xanımın daha bir xüsusiyyətini istədiyim ki, yəni biz təmasda olanda bir neçə müddət ki, təmasda oldu, yəni intervyu məndən götürdü, müsahibə götürdü, dinləmə qabiliyyəti. İlahi. Hələ mən görməmişəm ki, insanları bu cür dinləyib müsahibə götürəsən. Onun üzündən, davranışından, hər kəlməsindən məlum olur ki, o insanın içinə girir. İnsanın psixoloji olaraq oyla təmasda olur. Bu gözəl keyfiyyətlərini mən də istərdim ki, qeyd edeyim. Onun
hekayələrinin bəzilərini hələ bundan qabaq kulis hazda mən oxumuşam. Elə orada da tülkü haqqında idi, deyəsən, belə bir hekayə var. Yəni bu heyvanat aləminə, belə deyək də, heyvanat aləmi haqqında söhbətləri mənim çox xoşuma gəlir. Özüm də öz hekayələrimdə bunları xüsusi qeyd eləmişəm. Bir yaxınlıq var da, bir doğmalıq var, ünsiyyət üçün. Amma məsəl üçün mən bir şeyi biraz fikirləşəm ki, siz nəsr ağır sənətdir, bel sındıran sənətdir, insanı qocaldan sənətdir. Niyə axı şeir yazıydınız? Gözəl. Sizin çıxan kitabınıza görə təbrik edirəm. Çox xoşdur ki, məni bura dəvət eləmisiniz və mən də öz sözlərimi sizə, xoş sözlərimi sizə deyə bilirəm. Sizi səmimi qəlbdən bir nasir kimi təbrik edirəm. Əməkdar jurnalist Şəmsiyə xanım Kərimova iştirak edir. Mən böyük məmnuniyyətlə Şəmsiyə xanıma söz verirəm. Mən Kəmalə xanımla yazısından, bizim cəmiyyətlə əlaqəsindən, bizim Qızılaypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Asanovun geniş, çox maraqlı bir müsahibə alandan sonra tanış olmuşam və ondan sonra mənim yazılarımı da saytında dərc eləyib, veribdir. Mən təşəkkür edirəm. Bu kitabını ilk dəfə alıram əlinə, vərəqləyirəm və bu kitab haqqında da geniş, ətraflı danışdı və məmnuniyyətlə oxuyacam onu. Burada yenə təkrar olmasın o heyvanlara sevgidən. Mən özüm də yəni heyvan sevərəm deyə çox maraqlı gəldi mənə, oxuyacam. Mən sizə uğurlar arzulayıram, davamı gəlsin. Sağ olun. Rasim Əlimin nümayəndəsisiniz. Buyurun, buyurun. Sevinir insan kitabı çıxanda. Sevinir insan bax belə yığışanda, onu təbrik eləyəndə. Sevinir insan ona yaxşı sözlər deyəndə. Amma bunu hamısını bir tərəfə qoyaq. Ən çox sevinir insan onun atası, anası bunu görəndə. Bundan böyük sevgi ola bilməz. Məndən soruşanda xoşbəxtlik nədir, mən sizə deyim. Mən 50 yaşınacan anam, atamla yaşamışam. Bundan böyük xoşbəxtlik ola bilməz. Anam 87 yaşında gedib, atam 81. İndiyəcən örək ağrısı var məndə. Deyirlər, sən nə istəyirdin? Anon 90 il yaşayıb da 200 il yaşamalıydı. Hə, istəyərdim 200 il yaşasın. Amma başa düşürəm, mən necə xoşbaxt insan. Bax, siz bugün çox xoşbaxt insansınız. Ona görə ki, onlar oturub bunu eşidirlər. Siz də oturub onları görürsünüz. Mən bunu həmişə bundan böyük xoşbəxtlik inanus mənə ola bilməz. Mənim anam universitetin rektoru olub, məni bir dəfə öz universitetə çağırmışdı və hamısı dekanlar, kafedra müdürü, professor gəlib mənimlə şəkil çəkir. O da oturub baxırdı. Axırda dözmədi, durdu, mən də istəyirəm şəkil çəkdirim. Deyirəm, mama, yaxşısı evdə çək. Yox, mən də istəyirəm. Bilirsiniz, bundan böyük xoşbəxtlik ola bilməz. Sözündə xoşbəxt oların da. Ona görə onlar gəliblər və görürlər onların qızına nə sözlər deyirlər. Ona görə mən başa girəm və doğrudan da sizi təbrik eləyirəm. Qızınızı sizi təbrik eləyirəm ki, bugün gəlib burada iştirak eləyirsiniz. Çox sağ olun. Mən indi Kəmalənin valideynlərinə söz vermək istəyirəm. Güzar xanımdan başlamaq istəyirəm. Xahiş edirəm, ürək sözlərini bizdən bölüşsün. Həmişə çalışmışam ki, evlatlarımı bir ana kimi cəmiyyət üçün böyüdüm, özüm üçün yox, bir insan kimi. Buna da bilmirəm, çox onu siz bilərsiniz, necə nail olmuşam, necə olub bilmirəm. Yəni, əgər biraz nəysə buna nəsib olmuşamsa, heç nə istəmirəm, insan kimi olsunlar. Bunlar üçün ağ insan, qara insan, nə bilim, heç bir həyatda yox, hər bir insana kömək eləsinlər, hər bir insanın o deyir, Allah Teala bizə əl verirsə, əl sizə kömək eləməliyik. Göz vermirsə, gözü olmayana, göz verirsə, gözü olmayana kömək eləməliyik. Belə böyütmüşəm bunları ki, insan kimi insan olun. Onda mən də xoşbəxt olaram, siz də xoşbəxt olasınız. Çox sağ olun, mən artıq. Əvəz müəllim, buyurun. Təşəkkür edirəm. Zəhmət çəkib, dəyərli vaxtınızı sərf edib, övladımın
bugünkü Onu da söz tədbirində iştirak edirsiniz. Hər birinizə minnətdarlığımı bildirirəm. O nəsidir? Deməli, O nəsidir? mən Nəsidir? nə deyə bilərəm? Qarapaltar. Bu bəzən biraz Yaxşı. təvəzzökarlıqdan kənar olmasın, deyir, görülən dağa nə bələdki. Bu, biz bacardığımız tərbiyəni övladımıza vermişik. İndi Atanızdır. burada oturan İrəvanlı atanızdır. dahi insanlar, gözəl qələm əhli öz fikirlərini ifadə elədi. Biz ondan qürur duyuruq ki, oradan da bizim övlad cəmiyyətdə özünə layiq bir yer tutub ki, Gözəllik, bu gün hansı insanlar oxşayırsa, onun barəsində atanızdır. müsbət fikir söylüyor. Atanıza da oxşayırsan. Əlbəttə, uzun illər çəkdiyimiz zəhmətin bəhrəsini görəndə, onların uğurları ilə biz sevinəndə bizim yaşamaq ümidimiz, yaşamaq arzumuz daha da artır. Bayaq görkəmli Çingiz müəllim bizim mütəfəkkir belə bir söz işlətdi ki, mənim valideynlərim 50 il onlarla yaşadım, onlarla belə onları müəyyən yaşa qədər biz də övladımızın gündəlik baxmayaraq onu müəyyən yaşa qədər çatdırmışıq. Hər gün onu görməyəndə biz darıxırıq. Elə baxmayaraq mənim bugün 82 yaşım var, yoldaşımın 75 yaşı. Ancaq elə biz yenə də onu biz yenə də onu elə uşaq bilirik, uşaq bilirik. Amma onun bugün o yazdığı, qələmə aldığı hekayələri, o çirkləri görəndə, əgər o bizim mütəfəkkirlərimizin 37-ci ildə repressiyaya uğramış insanlar barədə qələmə alır, onların barəsində araşdırır, gördüyün, eşitdiyin, bildiyin, oxuduğun yazırsa, bu özü bizim üçün böyük qürurdur. Xalq üçün onlar yaşayıb, o repressiyaya uğrayıblar. Bugün də bizim övladımız o repressiyaya uğramış ziyalılarımız barədə müəyyən qədər yazılar yazırsa, təkrar da olsa bu böyük bir uğurdur, nailiyyətdir. Gələcək gənclərimiz üçün, övladlarımız üçün. Sizə bir daha təşəkkür edirəm, əziyyət çəkmisiniz, minnətdaram, sağ olun. Tədbirimizin Xahiş edirəm deyim ki, sizin yaşımız ne var? Bir neçə gündən sonra biz burada qeyd edəcək Nəriman Həsənzadəni, onun 95 yaşı olacaq. Aşağıda indi ikinci mərtəbədə oturup Anar müəllim bir neçə gündən sonra onun 88 yaşı olacak. Yukarıda oturup Yusuf Həsən Bey onun 92 yaşı olacak. Siz cavan oğlansınız, her şey yaparsınız. Bu Çingiz müəllim, bu auditoriyadan rəhmətli Süleyman Rüstəm demişdi, herkes yüzü yaşamasa günah onun, Osman Sarıbəlli, günah onun özündədir. Bu auditoriyadan, yani bu institutdan, bu müəssisədən o söz çıxmışdı. Ona görə də burada işləyənlər, Yazıçılar Birliyinin üzvləri, o qələm əhli, elə o əqidədə olmalıdır. O arzu eləyirəm ki, hamısı yüzə çatsın. Çox sağ olun. Sağ olun. Sağ olun Əvəzi müəllim. Sözü deməli Yeganə xanıma vermək istəyirəm. Uzun müddət dövlət vəzifələrində çalışıb. Məni bura gətirən Taledir. Kəmalə xanımın adamı adamlar içindən repressiya düşən anında çıxardandı. Bizim o dövrlər olsaydı, indi mən yəqin ki, oralardaydım, sürgündə ya. Çünki özüm əsilzadəyəm, biraz istedadım var, biraz da yeri gələndə sözümü deyirəm, böyüklərimi, kiçiklərimi tanıya bilirəm, yaxşıya yaxşı, pisə pis deyə bilirəm. Yeganə xanım, Kəmalə xanımsa bir gün gördü ki, neysə, o məni tapdı. Baxıram ki, atamızın adı Əvəz, bacıymışıq sən demə. Ayamamız Yeganə. Yeganə xanım, Kəmalə xanım görə bilən gözdür. Mən onun haqqında hazırlıqlı deyiləm ki, xüsusi bir çıxış eləyəm, həm də reglamentimiz də çox böyükdür. Amma bu kitabı oxudum və dərhal bir də başdan ayağa oxudum. Mən burada Müşfiqi gördüm. Burada
görməli olduqlarımızı gördük. Amma onların görmədikləri də, görünməyənlər də var. Bəlkə onlardan biri də mənəm. Bu xalqın özü qızıldır. Böyüklər aradıqca, axtardıqca elə insanlar tapılar ki, heyrətə gələrik ki, hələ bunlar tanınmıyor. Təşəkkür edirəm ki, mənə fəxr edirəm. Əsas səninlə fəxr edirəm. Sən məni tanıyırsan azdan çoxdan nəşriyyatda. Biraz başımı qatırdım orada. Çox illər bundan öncə idi. Hə, çox illər. Onda mənim saçlarım qara idi. Nə idi? Saçlarım qara idi. Qara idi, qara. Sən saçın işvədir, bu da. Minnətdarıq, çox sağ olun Yeganə xanım. Fərdə xanım Mirişova. Müğənnisiz, səhv eləmirəm. Mən Fərdə xanım tanıyıram. Buyurun Fərdə xanım. Mən Kəmalə xanımın o yaradıcı fantaziyasına, yaradıcı təfəkkürünə o vaxtdan bələdəm. Amma insan olaraq da artıq 16-cı il, 26-cı il, 10 ildir də bizim münasibətimiz var. Mən Kəmalə xanımın o yüksək insani dəyərlərini çox sevirəm. Və kitab haqqında ümumiyyətlə bir fikir söyləməyəcəm. Çünki kitabı oxumamışam, kitabdan xəbərim yoxdur. Amma Kəmalə xanımın mətbuatda gedən bir çox yazıları, hekayələri, ümumiyyətlə onlarla yəni mən çox böyük məmnuniyyətlə oxuyuram. Kəmalə xanımın istedadı, Kəmalə xanımın insanlığı çox yüksək dəyərlərə malikdir. Çox yüksək qiymətləndirirəm və arzu edirəm ki, Kəmalə xanım daha böyük uğurlara imza atsın və burada Kəmalə xanımın valideynlərini gördüm. Ümumiyyətlə həyatda insanı övlad qədər nə sevindirən, nə kədərləndirən ikinci bir şey yoxdur, mən düşünürəm. Və Kəmalə xanımın da bu uğurlarını görmək, yəni Kəmalə xanım valideynlərini sevindirirsə nə xoş. Onlara da can sağlığı arzu edirəm və sizin hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Bizim alim xanım Təranə xanım iştirak edir. Buyurun. Mən hər birinizi salamlayıram. Burada tanıdığım insanlar var. Görməyə çox şadam, çox xoşdur. Və mən Kəmalə xanımı təbrik edirəm belə gözəl bir gün münasibəti ilə. Ona yaradıcılığında davamlı, yəni əsərlər arzulayıram və arzularımdan biri də ondan ibarətdir ki, biz Kəmalə xanımı qiyabi tanıyırıq və onun bacısının çox gözəl dostluğumuz var və onun bacısından biz bu ailə haqqında çox geniş məlumat alırıq. Yəni ki, bilirik və mən arzulayıram ki, Kəmalə xanım yaxın gələcəkdə öz ailəsi haqqında hekayələr yazsın. Çünki biz o qədər gözəl əhvalatlar eşidirik ki, Kəmalə xanımın valideynləri uzun illər işğal altında olmuş torpaqlarda yaşayıblar və o torpaqların xiffətini çəkiblər və o torpaqlarda çox gözəl xatirələri olub və biz onu çox sevə-sevə Rəna xanımdan dinləyirik hər zaman və mən arzulayıram ki, inşallah növbəti əsərimiz öz ailə üzvlərimizə əsir olsun. Çox sağ olun. Mən xatırladım ki, Kəmalə xanımın anası Gülzar xanım əslən Zəngilandandır, atası Əvəz müəllim Sisiyandandır. Yəni indi çıxış edən bizim Təran xanım da bu regionları nəzərdə tutub deyirdi. Mənə də elə gəlir maraqlı olar. Bədii Təcrübə Ədəbi Əlaqələr Mərkəzinin əməkdaşına, yəni öz işçimə, Şəfəq xanım sahibliyə, bizim tanınmış şairəmizə mən söz verəm, amma onu da ayaq üstə dinləyəcəm. Çox sağ ol Əsəd müəllim, söz verdiyiniz üçün təşəkkür edirəm. Hər kəsi burada salamlayıram. Bir yaxdan oturmuşuq otaqda, kitabı varaqlayırıq, oxuyuruq Əsəd müəllimlə. Çox gözəl, qısa, lakonik, dərin mənalı hekayələrdir, oxunaqlıdır. Sizi təbrik edirəm, uğurlar diləyirəm. Bəli, deyirsiniz, depressiya haqqında çox yazılır. Oxuyuruq, bu lazımlı bir məsələdir. Məsəl üçün, indi burada qısa-qısa yazıb bütün depressiya uğramışların haqqında və çox gələcəkdə bizim uşaqlar üçün, nəvələr üçün, tarix üçün lazımlı əsərlərdir. Çox sağ olun Şəfəq xanım. Təbrik edirəm, uğurlar diləyirəm. Nəvə demişkən, burada deməli Gülzar xanımın və Əvəz müəllimin nəvəsi də iştirak edir, səhv eləmirəm. Nərmin xanım. Mən Nərmin xanıma söz vermək istəyəndə Nərmin xanım durdu, elə ayağa durub ürək sözlərini bölüşsün. Bilirsiniz də son. Xalası haqqında ürək sözlərini. Həm də gənc nəslin nümayəndəsini təmsil edir. Nərmin xanım, İlk öncə hər birinizi salamlayıram, vaxtınızı çox almaq istəmirəm. Nə xoş mənə ki, mən burada belə gözəl insanların əhatəsindəyəm. Mən Kəmalə xanım haqqında həm
mənim ilk müəllimim kimi danışa bilərəm, həm də təbii ki, ailə üzvü kimi. Mən qısa bir şey də qeyd etmək istəyirəm ki, düşünürəm ki, bugün burada yerləşən hər bir insan həyatına Kəmalə Mirzəyeva kiçik bir toxunuş eləyib. O toxunuş ki, o bir işıq kimi hər birimizin yaddaşında, xatirəsindədir. Mən çox sevirəm onu. Yaxşı ki, sən bizim həyatımızdasan və mən düşünürəm ki, həm burada yerləşən insanlar xoşbəxtdir ki, sən varsan onların həyatında, həm də sən xoşbəxtsən ki, belə gözəl insanlar sənin ətrafındadır. Alqışlar. Amma ən xoşbəxti sənsən ki, Kəmalə xanım kimi xalam var. Təbii ki. Bu hər adama nəsib olmur. Mən böyük məmnuniyyətlə Aləmzar xanıma, bizim tanınmış şairəmizə söz verirəm. Hardasa 4 aydır ki, mən burada yoxam. Natəvan klubunda. Bugün Ancaq şeir deyim. dedilər Kəmalə Mirzəyeva, mən yalan danışa bilmirəm, tanımırdım. Amma içəri dedilər ki, Əsəd Cahangir aparır. Əsəd Cahangirin apardığı tədbir mənim üçün artıq böyük bir tədbirdir də. Yəni o tədbiri ki, Əsəd Cahangir aparır, bir də orada işlər söyləməyə dəyər. Qapıdan gelib mən gözəl bacımı gördüm, Telli xanımı və artıq tanıdım. Yəni Kəmalə xanımı artıq tanıdım. Çox xoşbəxtəm ki, mən bu gün həyatımda yeni bir insan tanıdım, yeni bir yazar tanıdım. Bu kitabı da oxuyacağam. Vaxt eləyib oxuyacağam da, çalışacağam ki, haqqında da bir yazı yazım. Düzdür, əvvəllər mən elə bir kitab yox idi, yazmayayım, amma biraz son vaxtlar nəsə gecikir bəzi yazılar. Sizi təbrik edirəm. Hansıdır? Onunla Mən o sizin haqqınızda danışıqlarda artıq sizin ürəyinizi də gördüm. Kitablarınızı da sanki oxudum, tanıdım sizi. Bizimkiləri bəzəndirib, düzəndirib. Bir dəfə bir televiziya verilişlərindən birində, Dünyanın Gözəllik Xilas Edici verilişində Brilliant xanım Bəxtər müəllimi dəvət eləmişdi, rəhmətli şairimizi. Nəsə o dedi ki, Bəxtər müəllim, indi biz səhnə adamıyıq, biraz dekolte geyinə bilərik filan, bunu bizə söz eləyirlər. Axı səhnə başqa, həyat başqa. Bizə tamaşaçı baxır belə filan. Xalqımız da deyib gözəllik ondu, 9-u dondu. Bəxtər müəllim dahiyanə bir söz dedi orada. 20 il, 30 il keçib hələ mənim yanım. Dedi, görürsən qızım, xalqımız deyib geyin, deməyib soyun. Gözəllik ondu, 9-u dondu. Və bizim gözəl sənətçilərimizi gözəl libaslarla bəzəyib, düzüyüb ortalığa çıxardan, onları tamaşaçılara daha da sevdirən, gözəllik 10-9-u dondu prinsipinə, həyat amalına çevirən məşhur modelyer, dəb dizayneri Aygün xanım Ağamalı iştirak edir məclisimizdə. Buyursun, alqışlayaq gəlin. Teşekkür ederim. İlk önce herkesten özür isterim ki biraz geciktik. O da bir müəyyən səbəblərə görə. Bugün benim için çok büyük bir fərəhli bir, həqiqətən də çox şərəfli bir məqamdır. Çünkü Kəmalə xanım hər birimizin qəlbində bir iz, bir toxunuş qoyub. Mən Bakıya gəldiyimdə ilk intervyu verdiğim xanımlardan olub və o gün bugün benim için Kəmalə xanım bir başka bir qəlbimdə yer daşıyır. Neden? Çünkü biz başka devletlərdə yaşayırıq, qərib hiss edirik özümüzü. Və doğma vətənimizdə Kəmalə xanım kimi bir savadlı, cəmiyyətdə öz mövqeyini tutmuş və hər birimizin həyatında imza qoyulmuş bir xanım olmağı bizim için büyük bir şərəfdir. Sizi nə qədər çox sevdiyimi bilirsiniz. Siz mənim için ayrıca bir, bilmirəm, bir şəxsiyyət kimi ayrıca bir rol daşıyırsınız və çox şadam. Çox qürurluyam ki, mənim doğma vətənimdə sizin kimi xanımlar var. Çünki kadın böyük bir qüvvədir. Kadın daşıyıcı bir qüvvədir. Kadın istilikdir, kadın ocaqdır. Kadın gözəllikdir. Kadın, necə deyərlər, bizim bəylərimizin arxasında hər zaman güc verən bir amildir. Çox təşəkkür edirəm dəvətiniz üçün. Şairə Kəmalə xanıma da, Kəmalə xanım şans verək, müəllimə, yəni sizin valideynlərinizə mənə xitabən o müəllim şeirini oxumaq istəyir. Buyursun Kəmalə xanım. Böyük valideyn sevgisinə layiq olan Kəmalə xanıma uğurlar arzulayıram və sizi bir müəllim şeirindən təbrik edirəm. Onsuz da buradakilərin hamısına müəllimlər dərs deyib. Zirvəsindən enən deyil, bir ateşdir sönən deyil, bu günümdür dünən deyil müəllim. Yada salıb o bozqurdu, öyrədir ki sevin yurdu, şagirdləri ordu müəllim. Sasındakı dən gözəldir, yoxdur ona tən gözəldir.
Deyir ki, vətən gözəldir müəllim. Kim ona tay ona bağdır? Canlı yazıdır, kitabdır. Ən müqəddəs bir kitabdır müəllim. Eşq olsun bütün müəllimlərə. Sağ olun sizə də. No, hər halda Kəmalə xanım yazıçı kimi bugün özünü təqdim elədi, amma o ixtisasca jurnalistdir, telejurnalistdir. Xatirə kitabında da iştirak edib, səhv eləmirəmsə. Mən sizi birinci dəfə orada görmüşəm və birinci mənim sizə heyranlığım o xatirə kitabından başlayır. Orada tanış olmuşduq biz. Bizim tanınmış jurnalist... Çox sirlərimiz açmır. Hə, tanınmış jurnalistimiz Rüstəm müəllim iştirak edir. Rüstəm müəllim. Rüstəmov. Yoxdur? Buradadır, arxada eləşir. Mən böyük məmnuniyyətlə sözü Rüstəmova verirəm. İlk öncə onu demək istəyirəm ki, deyiləsi bir söz qalmadı. Hər şey deyildi Kəmalə xanım haqqında. Amma mən Kəmalə xanımı hardasa bir 15 il öncə bundan qabaq tanış olduq. Elə vaxt Bəxtiyar müəllimin rəhbərliyi altında balaca bir ocaq var idi, studiyamız var idi. Və nə deyim? Bütün sözlər deyildi. Kəmalə xanım bir insan kimi, o sənəti başqa, yazıçılıqdır, jurnalistika, amma bir insan kimi səfərlərdə dəfələrlə olmuşuq, çəkilişlərdə olmuşuq. Nə bilim, elə bir söz var, yəqin Çingiz müəllimin xoşladığı bir sözdür, etalon. Bax, insanlığın etalondur mənim üçün Kəmalə xanım. Təbrik edirəm səni. Sağ olun. Çox sağ olun. Hamınıza tədbirin aparıcı kimi və Kəmalə xanıma çox sayğı duyan bir qələm adamı kimi ürəkdən gələn minnətdarlığımı bildirirəm ki, bugün bizi tək qoymadınız, təşrif buyurdunuz, gözəlləşdirdiniz bizim onsuz da işıqlı və gözəl Natəvan zalını. Çingiz müəllim, mən sizə çox minnətdarlığımı bildirirəm. Bilirəm ki, Çingiz müəllimin nə qədər vacib işi var. Mən birinci dəfədir görürəm ki, bunu deyəcəm. Çingiz müəllim tədbirdə axıra qədər iştirak edir, işin çoxluğuna baxmayaraq. Bunun özü onun Kəmalə xanıma olan böyük sayğısının ifadəsidir. Alqışa layiq bir ifadəsidir. Mən Çingiz müəllimə həm də minnətdarlığım. Hüseynbala müəllim iştirak eləyir. Öz yubileyində axıra qədər iştirak eləmişdir Hüseynbala müəllim. 80 illik yubileyində. Sizə çox minnətdaram hamınıza. Kəmalə xanım, sizi bir daha hamının adından ürəkdən təbrik eləyirəm. Sizə, bu sizin ikinci kitabınızda ümid eləyirəm ki, daha böyük, daha uğurlu kitablarınız hələ qarşıdadır. Nə deyə bilərəm? Mən bütün burada bir saat yarımdan bəri deyilən sözlərin hamısını iki sözlə və bir ədatla ümləşdirmək istəyirəm icazənizlə. Yaxşı ki, varsınız. İndi isə söz sizindir. Bu tədbirin baş tutmasında belə deyək də ən çox əziyyət çəkən, ən çox mənə ruh verən, dəstək verən insanlar çox minnətdaram. Çingiz müəllim, sonsuz sizə minnətdarım var hamımızın adından. Burada iştirak edən hər bir insana gözəl sözlər çox danışa bilərəm, amma burada iştirak edən hər bir insana çox böyük hörmətim, sonsuz sayğım var. Bundan gözəl bir şey yoxdur. Əgər insanı istəyənlər varsa, insan yaşamağa dəyər. O günləri, daha gözəl günlər belə çıxır ki, daha irəlidədir. Çox insanlar çıxış etdi, amma bəzi insanlar çıxış edə bilmədi. Mənim qohumlarım arxada əyləşiblər. Onlar həmişə həyatımın hər hissəsində var. Səadət xanım, Nüşabə xanım, Vüsalə xanım, hamısına bir-bir, Fuad bəy, hamınıza, ailəmə sonsuz təşəkkür edirəm. Nə yaxşı ki, varsınız. Mən sizin hamınıza can sağlıq, xoşbəxtlik arzulayıram. Və arzulayıram ki, Allah sizə o həyatınızda sevdiyiniz insanları heç zaman çox görməsin. Allahın verdiyi ömrü yaşasınlar, uzun və mənalı. Necə bizim dahimiz Çingiz müəllim söylədi. Yox, Çingiz müəllim, sizin bu gün elə burada iştirakınız bir tarixi hadisə idi. Bu bizim hamımız üçün. Əsas bu iki. Və nə arzu eləyirik? Arzu eləyirik ki, biz növbəti dəfələrdə sizi tədbirinizə yığışaq. Sizi gözəl günlər münasibətilə ürəkdən təbrik eləyək. Tək-tək. Çox hörmətli akademikimiz Rasim Əlquliyevə mən bir dəvətnamə göndərdim. İnanın ki, cəmi 10 insana dəvətnamə, 15 insana dəvət eləmişim. Qalan çox sağ olsun ki, özü də gələnlər var burada. O 21-ci yazıb göndərdiyim bizim hörmətli akademikimiz idi. Rasim müəllim nümayəndəsi bu gün dostumuz, qardaşımız gəlib bu gün iştirak edir əvəzinə. Mən ona çox təşəkkür eləyirəm. Bilirəm ki, Rasim müəllim işləri çoxdur. Yəni sizin hamınızı nəyə arzulayıram? Tanrı sizi və sevdiklərinizi qorusun. Qalan hər şey yaxşı olacaq. Tələsməyin, tələsməyin. Sizdən də xüsusilə də Kəmalə xanım valideynlərindən xahiş edirəm. Yaz burada əlləşsinlər ki, o hamının birgə şəkili və fotoda onlar da düşünən. Gəlin zəhmət olmasın.